Salam, əziz və nikbin ruhu azadlığa aşiq, üfüqləri aşmaq istəyi ilə alışıb yanan, kainatın əbədi səyyahı və filosofu olan dəyərli Oxatan bürcləri. Bu xüsusi astroloji bələdçidə 4 may bazar ertəsi günündən başlayaraq 10 may bazar günü gecəsinə qədər davam edəcək, həyatınızın hər bir sahəsinə yeni bir nəfəs gətirəcək, sizi həm macəralara səsləyəcək, həm də mühüm məsuliyyətlərlə qarşılaşdıracaq fövqəladə dərəcədə ətraflı həftəlik proqnozla tanış olacaqsınız. May ayının bu dövrü sizin üçün bir genişlənmə və nizam mərhələsidir. Günəş hazırda sizin 6-cı evinizdə, gündəlik işlər, sağlamlıq və xidmət sahənizdə hərəkət edir. Bu o deməkdir ki, bu həftə sizin o böyük xəyallarınızı reallığa çevirmək üçün kiçik detallar üzərində işləməli olduğunuz bir dövrdür. Sizin idarə edici planetiniz, şansın, bolluğun və böyük imkanların rəmzi olan Yupiterin enerjisi bu həftə sizi həm maddi, həm də mənəvi cəhətdən zənginləşməyə, yeni biliklər əldə etməyə və həyata daha geniş pəncərədən baxmağa təşviq edəcək. Həftəyə ümumi bir nəzər saldıqda, Oxatan bürcləri üçün bu 7 günün əsas mövzusunun məhsuldarlıq, sağlamlıq və intellektual inkişaf olacağını deyə bilərik. Siz təbiətiniz etibarilə dar çərçivələri sevmirsiniz. Lakin bu həftə kainat sizə deyir ki, ən böyük azadlıq öz nizamını qura bilməkdir. 4 may bazar ertəsi sabahına oyandığınızda daxilinizdə böyük bir iş görmək enerjisi və həvəsi hiss edəcəksiniz. Bazar ertəsinin enerjisi sizin üçün iş mühitində mühüm yeniliklər etmək, yarımçıq qalmış layihələri tamamlamaq və ya gündəlik rutininizi daha səmərəli hala gətirmək üçün idealdır. Oxatan olaraq siz detalları sevmirsiniz, lakin bugün həmin o kiçik detalların böyük uğurlara necə yol açdığını görəcəksiniz. Həmkarlarınızla olan münasibətlərdə liderlik və müəllimlik qabiliyyətləriniz ön plana çıxacaq. İnsanlar sizin optimist yanaşmanızdan və problemlərə gətirdiyiniz geniş həll yollarından ilham alacaqlar. Şəxsi həyatınızda isə özünüzü biraz daha xidmətə hazır hiss edəcək, sevdiyiniz insanlara kömək etməkdən zövq alacaqsınız. 5 may çərşənbə axşamı günü ulduzlar sizin iş həyatınızdan gələn qazanclarınıza və peşəkar nüfuzunuza işıq tutur. Bugün maddi cəhətdən çox perspektivli təkliflər ala bilərsiniz. Bəlkə də uzun müddətdir gözlədiyiniz bir layihə təsdiqlənəcək və ya işinizdə göstərdiyiniz səmərəlilik rəhbərliyin diqqətini çəkəcək. Oxatan olaraq siz risk etməyi sevirsiniz, lakin bugün verdiyiniz qərarların arxasında möhkəm bir məntiq dayanacaq. Pulun gəliş-gedişində bir sürətlənmə ola bilər, lakin bu vəsaiti gələcək səyahətləriniz və ya təhsiliniz üçün bir kənara qoymaq barədə düşünməlisiniz. Şəxsi dəyərlərinizi və özgüvəninizi bugün hər zamankından daha yüksək hiss edəcəksiniz. 6 may çərşənbə günü ünsiyyət və öyrənmə bacarığınız Merkurinin təsiri ilə yeni zirvələrə çatır. Bugün sizin üçün yeni bir dil öyrənməyə başlamaq, fəlsəfi kitablar oxumaq və ya uzaqda yaşayan insanlarla intellektual müzakirələr aparmaq üçün möhtəşəmdir. Sizin sözləriniz bugün sanki bir ox kimi hədəfə dəyəcək, lakin diqqətli olun ki, həddindən artıq dürüstlüyünüzlə kimsə incitməyəsiniz. Rəqəmsal dünyada, sosial şəbəkələrdə fəaliyyət göstərən oxatanlar üçün bugün paylaşacaqları macəra dolu və öyrədici bir kontent böyük maraq doğuracaq. Texniki avadanlıqlarınızda kiçik nasazlıqlar olsa belə, sizin yumor hissiniz və nikbinliyiniz vəziyyəti xilas edəcək. 7 may cümə axşamı günü sizin üçün mənəvi bir dincəlmə və şəfa günüdür. Ayın mövqeyi sizi fiziki sağlamlığınıza daha ciddi yanaşmağa çağırır. Uzun müddətdir təxirə saldığınız check-up müayinəsindən keçmək, yeni bir idman növünə başlamaq və ya sadəcə bədəninizi toksinlərdən təmizləmək üçün bugündən yaxşı fürsət ola bilməz. Təbiətdə vaxt keçirmək, təmiz havada dərin nəfəs almaq sizin ruhunuzdakı azadlıq eşqini daha da alovlandıracaq. Axşam saatlarında intuisiyanız sizə mühüm bir xəbər verə bilər, daxili səsinizə qulaq asın. 8 may cümə günü həftənin sizin üçün ən şanslı və romantik günlərindən biri ola bilər. 7-ci evinizdəki münasibətlər, planetlərin harmoniyası sizə həm şəxsi, həm də iş tərəfdaşlıqlarında böyük uğurlar vəd edir. Sevgi həyatınızda parlaq günəş işığı görünür. Əgər subay bir oxatansınızsa, tamamilə fərqli bir mədəniyyətdən olan və ya baxış bucağı sizi heyran edən yeni bir insanla tanış ola bilərsiniz. Sizin üçün eşq bir macəradır və bu cümə günü həmin macəra sizi tapacaq.
Münasibəti olanlar üçün isə partnyoru ilə birlikdə gələcək bir səyahəti planlaşdırmaq və ya birlikdə yeni bir fəaliyyətə başlamaq aranızdakı bağı inanılmaz dərəcədə gücləndirəcək. 9 və 10 may tarixlərini əhatə edən həftə sonu isə sizin üçün həm fiziki hərəkətlilik, həm də zehni yenilənmə dövrüdür. Şənbə günü şəhərdən kənara çıxmaq, tanımadığınız yerləri gəzmək və ya bir dost qrupu ilə maraqlı bir tədbirə qatılmaq ruhunuzu qidalandıracaq. Oxatan olaraq siz hərəkətdə olduqca dincəlirsiniz. Bazar günü isə biraz daha evinizin filosofu olun. Kitablarınızı nizamlayın, gələn həftənin marşrutunu müəyyən edin və xəyallarınızdakı o böyük hədəfə çatmaq üçün hansı kiçik addımları atmalı olduğunuzu qeyd edin. Gələn həftənin planlarını qurarkən fokusunuzu ən böyük xəyallarınıza yönəldin. Sağlamlıq mövzusunda bu həftə xüsusilə qaraciyərinizə və ayaq nahiyənizə diqqət yetirməlisiniz. Sizin bürcünüz çox zaman həddindən artıq olmağa meyillidir. Çox yemək, çox hərəkət etmək və ya çox işləmək. Bu həftə balans yaratmağa çalışın. Bol su içmək və tünd rəngli tərəvəzlərə üstünlük vermək sizin enerjinizi yüksək saxlayacaq. Həmçinin sinir sisteminizi sakitləşdirmək üçün axşam saatlarında rəqəmsal detoks etmək sizə çox yaxşı təsir edəcək. Yuxu rejiminizə riayət edin, çünki oxatan ruhu ən yaxşı fikirləri dincəlmiş bir beyinlə tapır. Maliyyə və karyera sahəsində bu həftə praktik imkanlar sizin açar sözünüzdür. Sadəcə xəyal qurmaqla kifayətlənməyin, həmin xəyalları kağız üzərinə tökün. Pul gəlişində müsbət bir artım gözlənilir, xüsusən də xidmət sektorunda və ya gündəlik işinizdə göstərdiyiniz fərqlilik sizə əlavə gəlir gətirə bilər. İşdə rəqabətdən deyil, əməkdaşlıqdan qazanc əldə edəcəksiniz. Yaradıcı fikirlərinizi rəhbərliyə və ya müştərilərə təqdim etməkdən çəkinməyin, sizin vizyonunuz hər kəsi heyran qoyacaq. Sevgi və münasibətlər bu həftə sizin həyatınızda bir bayram əhval-ruhiyyəsi yarada bilər. Oxatanlar üçün səmimiyyət və azadlıq hər şeydən önəmlidir. Bu həftə partnyorunuzla olan münasibətinizdə dürüstlük testindən uğurla keçəcəksiniz. Sevdiyiniz insana onun sizin üçün nə dərəcədə dəyərli olduğunu göstərmək üçün kiçik, lakin mənalı sürprizlər edin. Qısqanclıq və ya kısıtlamalardan uzaq durun, unutmayın ki, oxatan bürcü ancaq özünə güvənildiyi yerdə qalmaq istəyir. Subaylar üçün sosial mühitlərdəki təbii xarizmanız yeni qapılar açacaq. Xülasə olaraq, əziz oxatanlar, bu 4-10 may həftəsi sizin üçün bir məhsul yığımı və hazırlıq həftəsidir. Siz uzaqları görən bir oxçusunuz və bu həftə həmin oxun hədəfə dəyməsi üçün yayı düzgün gərməlisiniz. Həyatınızdakı kiçik detalları nizama saldıqca, böyük xəyallarınızın necə asanlıqla reallaşdığını görəcəksiniz. Kainat sizin cəsarətinizə və nikbinliyinizə heyran qalır, siz də özünüzə inanın. Bu həftə qarşılaşdığınız hər bir hadisə sizi bir pillə daha yuxarı qaldıracaq bir pilləkəndir. Əziz oxatan bürcləri, həftəlik astroloji proqnozumuzun bu çox ətraflı və geniş hissəsinin sonuna gəldik. Ümid edirəm ki, ulduzların bu parlaq və səmimi mesajları sizin üçün geniş yollarda bir bələdçi olar. Hər zaman o azad ruhunuz və sonsuz nikbinliyinizlə ətrafınıza işıq saçmağa, dünyanı kəşf etməyə davam edin. Sizə ruzi bərəkətli, sarsılmaz sağlamlıqla dolu, sevginin ən azad və səmimi halını yaşayacağınız və hər bir addımınızda yeni bir üfüq kəşf edəcəyiniz möhtəşəm bir həftə arzulayıram. Ulduzlarınız hər zaman yolunuzu aydınlatsın. Növbəti həftələrdə yeni ulduz xəritələrində yenidən görüşmək diləyi ilə hələlik özünüzə və o macəra dolu ruhunuza çox yaxşı baxın.